dərsimizin mövzusu 5-ci A qrupu elementlərindən sürmədir. Sizə sürmə haqqında müəyyən məlumatlar verəcəm. Deməli, sürmə dövrü cədvəlinin 112 element arasında olan elementlərdən biridir. 5-ci A qrupu elementlərinə arsen yarımqrup elementləri haqqında danışdıq. Arsen, stribium, bismut daxildir və bunlar hamısı P elementləridir. Bu 3 element. Bu elementlər normal halda n2, n3 orbitallarına sahibdirlər. Həyəcanlandıqda oksidləşmələri 5, normal halda müsbət 3 oksidləşmə dərəcələri göstərirlər. 5-ci A qrupu elementlərinin slaytda da göründüyü kimi bəzi xassələri haqqında sizə məlumat verim. Deməli, valent azotdan bismuta doğru getdikcə valent elektronların nisbatan kütləsi, sıxlığı, ərimə və qaynama temperaturları artır. Bunların iyonlaşma enerjiləri artır, lakin iyon radiusu isə azalmağa başlayır. Bu elementlərin digərlərindən fərqi xüsusən də sürmənin müasir zamanda, yəni tətbiq sahələri daha çoxdur. Tətbiq sahələri haqqında müəyyən məlumatlar sizə verəcəm. İlk öncə arsen, stribium, bismut elementlərinin onların əmələ gətirdiyi rabitələrdə D orbitallarının rolu artdığından davamlı komplekslər əmələ gətirirlər və onların getdikcə qiyməti artır. Koordinasiyaya görə 4, 5, 6 və 7-yə çatır. Eyni zamanda bu ekranda gördüyümüz sürmə elementidir. Biz bunu ilk öncə bu haqqında sürmənin adı, onun yaranma tarixi, yəni təbii mənşəyi haqqında məlumat verim. Bu elementlərin çoxlu adı vardır. İlk bizdə Azərbaycan dilində sürmə, İngilis dilində ankimon və stipium kimi adları vardır. Sürmənin təbii birləşməsi Naxçıvan Muxtar Respublikasında Dardağ sürmə filizi məşhurdur və mən də bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Sürmə sözü türk dillərindən gəlib girim sürtmə deməkdir. Sürməni biz kosmetologiyada daha geniş istifadə edirik. Sürmə kövrəkdir, çətin əriyən birləşmədir, boz halında olan suxurdur. Sürmənin simvolu stipiumda 51, sıra nömrəsi, atom nömrəsi 51-dir. Parlaqdır, boz metalik rəngə malikdir. Çində xüsusən də sürmə məşhurdur. Yəni, onun birləşmənin ən böyük istehsalçısı Çin Muxtar Respublikası, Çin dövləti olubdur ki, Hunandakı belə deyim, istehsal fabrikində istehsal olunurdu. Ən çox emalı üçün sənaye üsulları qovurma və karbonla reduksiya idi. Metal sürmə ən böyük tətbiqləri quruqşun və qalayın ərintisindən sonra quruqşun turşu akkumulyatorlarında quruqşun sürmə lövhələri kimi idi. Sürmə ilə quruqşun, qalay ərintiləri, lehimlər, güllələr və ruhmanlar üçün təkmilləşdirilmiş xüsusiyyətlərə malik idi. Sürmənin laboratoriyada alınmışıq, yəni bu vəziyyətdə sürmədir, yəni alınmış, xırdalanmış haldadır. Elektron kütləsi 121,75-dir, sıra nömrəsi 51-dir və 5-ci A qrup elementinə daxildir. Eyni zamanda sürmənin oksidləri, sulfidləri, sürmənin stibiatları, tiostibiatları, sulfaduzları vardır. Ekranda gördüyümüz sürmə 3 sul oksiddir. Sürmə 3 oksid piknotejenlər adlanan elementlərdən biridir. Yəni, elektromənfiliyə malikdir və onun elektromənfiliyi 2,5-dir. Qalay və bismutdan sonra daha çox elektronegativ element olaraq qeyd olunur. Sürmə oksidindən əlavə sürmənin sulfidləri də vardır ki, bir də sürmənin 2 dənə izotopu vardır. Bu izotoplar arasında onların yaşamağına görə, yəni təbii bolluğuna görə 57,36%, 121 olandır. 123 olan isə 42,64%-dir. Eyni zamanda 50 radioaktiv izotopu vardır ki, 35 radioaktiv izotopu vardır. Sürmənin oksid və trioksidləri, sürmənin trioksidi havada yandırdıqda alırıq. Qaz fazasında birləşməyən molekulu stipium 4O6 şəklindədir və antimon pentaoksidi yalnız konsentratlaşdırılmış nitrat turşusu vasitəsilə əldə etmək olar. Sürmə həm də sürmə 3 və sürmə 5 oksid olan qarışıq valentli oksidi, tetraoksidi və sulfidləri vardır.
Sürmənin oksid sulfidləri, yəni sürmə sulfidləri filizlər şəklindədir. Dardaq, bayaq da qeyd elədiyim kimi, dardaq sürmə filizindən əldə olunur. Dardaq sürmə filizindən sürmə 3 sulfidi necə əldə edirik? Yəni bunun üçün flotasiya metodu ilə suxurdan sürmə 3 sulfidi ayırıq və müəyyən reaksiyalar aparırıq. Və bu reaksiyalar haqqında sizə məlumat verəcəm. Sürmənin birləşmələri ən çox sürmə üst törəmələri kimi təsvir olunur. Antimon, indium antimon və gümüş antimon kimi metallara, antimonitlərə ayrılır və bunun da eyni zamanda stibium, məsələn, ağır metal iyonları ilə mis teostibiyatından, argentum teostibiyatından, metal iyonlarından talium teostibiyatı, stibium stibiyat kimi sulfa duzları da məşhurdur. Stibium eyni zamanda sürmənin natrium borhidrit kimi hidrit reagentləri ilə müalicə etməkdə də əldə etmək olar. Stibium otaq temperaturunda öz başına parçalanır. Yəni onun parçalanması üçün heç bir temperatur lazım deyil. Stibium müsbət formalaşma istiliyinə malik olduğundan termodinamik cəhətdən qeyri-sabitdir və buna görə də antimon hidrogenlə birbaşa reaksiyaya girmir. Müəyyən mühitdə və müəyyən katalizator vasitəsilə reaksiyaya girir. Üzvü antimon birləşmələri adətən antimon halogenlərinin qriqant reagentləri ilə hazırlanır və qarşı xlor üzvü törəmələr, yəni anionlar, kationlar daxil olmaqla sürmə 3 və sürmə 5 mərkəzləri olan birləşmələr geniş məlumdur. Yəni geniş çeşid almışdır. Bu sürmənin istehsal həcminə və istehsalçılara görə olan qrafikdir. Təxminən 2016-cı ildə olan belə bir qrafikdir ki, biz bunu müəyyən araşdırmalar nəticəsində baxmışıq ki, ən çox istehsal edən Çin dövlətidir. Ondan ən aşağı, yəni bu ən yüksək beşliyə daxildir. İllik tonu və faizi qeyd olunubdur. Sürmənin biz ən çox tətbiq sahələri metal iyonları ilə əmələ gətirdiyi teostibiyatlardır. Sürmə 3 sulfiddən natrium teostibiyatının alınması bizim ilk reaksiyamız, yəni yazdığım ilk reaksiyam. Sürmə 3 sulfiddən natrium teostibiyatı necə əldə edirik? Dardaq sürmə filizindən sürmə 3 sulfid, natrium hidroksid və sərbət kükürdün qarşılığı təsirlə natrium teostibiyat və 9 molekul su alınır. Eyni zamanda buna şilipe duzu deyirik. Natrium teostibiyat sürmənin sulfa duzudur. Tətbiq sahəsi çox genişdir. Xüsusən də ion bateriyalarında akustik cihazların hissələrinin hazırlanmasına tətbiq olunur. Natrium teostibiyatdan bir də bayaq qeyd elədim ki, sürmənin sulfidləri də vardır. Sürmənin 3 və sürmə 5 sulfid vardır. Sürmə 3 sulfid davamlıdır, yəni bunu almaq çox rahatdır. Sürmə 5 sulfid isə nisbətən davamsızdır, yəni müəyyən müddətdən sonra parçalanma gedir və oksidaşma prosesi gedərək sürmə 3 sulfidə, sürmə 5 sulfid, sürmə 3 sulfidə çevrilir. Biz natrium teostibiyatdan hidrogen xloridin və ya hər hansı bir turşunun qarşılıqlı təsirindən sürmə 5 sulfid əldə edə bilirik. Aldığımız sürmə 5 sulfiddən və natrium teostibiyatdan metal iyonları, ağır metal iyonları ilə teostibiyatlar əldə olunur. Natrium teostibiyatdan argentum teostibiyatının alınması, argentum nitrat duzlarına qarşılıqlı təsirindən argentum teostibiyat alırıq. Argentum teostibiyatın da tətbiq sahəsi bunun bir üzvü mühitdə, bir də su mühitində alınma metodlarına görə tətbiq sahələri fərqlidir. Deməli, solvaterval metodla üzvü mühitdə alınan argentum teostibiyat birləşməsindən elektrotexnikada, mikroelektrotexnikada, günəş bateriyalarında, xüsusən də günəş çevricilərində istifadə olunur. Digər bir ağır metal iyonu mis teostibiyatı. Mis teostibiyatı natrium teostibiyatın mis duzları ilə qarşılıqlı təsirindən əldə edirik. Buna mis xlorid, mis nitrat, mis sulfat da ola bilər. Sadəcə biz mis xlorid götürmüşük. Mis teostibiyatı alırıq. Aldığımız mis teostibiyat birləşməsində sürmənin valentliyi, oksidaşma dərəcələri, yəni bu həyəcanlama halına uyğundur. Və mis teostibiyatın da, belə deyim, tətbiq sahəsi çox genişdir. Mis teostibiyatın tətbiq sahəsi ən çox alternativ enerji texnologiyasında enerji çevricilərində istifadə olunur, elektrotexnikada istifadə olunur və digər bir ağır metal iyonu olan stibium stibiyat birləşməsi natrium teostibiyatından kalium antimoni tartaratın qarşılıqlı təsirindən əldə olunubdur.
Aldığımız birləşmə digər ağır metal ionları olan metal tiosibatlara nisbətən daha genişdir. Çünki bu sənayede də tətbiq olunur və sürtçü yağlarına qatqı maddə kimi istifadə edirik stibium stibiyatdan. Digər bu birləşmələri, danışdığım birləşmələri biz natrium tiosibiyatın yolu ilə, yəni natrium tiosibiyatdan alırdıq. İndi isə sürmə 5 sulfiddən bu metal ağır ionlarının alınıb-alınmadığını, yəni bu reaksiyaların gedib-getmədiyini yoxlayırıq. Sürmə 5 sulfiddən mis xlorid və suyun qarşılığı tərsindən yenə mis tiosibiyatı alırıq. Reaksiyanın getmə mexanizmi fərqli olsa da, alınan maddə və tərkib eynidir, quruluş eynidir, tətbiq sahələri də eynidir. Sürmə 5 sulfidin talium nitratla qarşılıqlı təsirindən, bir də su ilə qarşılıqlı təsirindən talium tiosibiyat birləşməsi əldə olunur. Talium tiosibiyat da geniş tətbiq sahəsinə malikdir. Xüsusən də eynəklərin hazırlanmasında, yəni nanositezicilərin hazırlanmasında istifadə olunur. Və sonuncu birləşməmiz sürmə 5 sulfiddir. Sürmə 5 sulfid ilə argentin nitrat və suyun qarşılıqlı təsirindən argentin tiosibiyat əldə eləmişik. Əldə etdiyimiz birləşmələrdə tətbiq sahələri haqqında, yəni nanositezicilər üzvü mühitdə solotermal metodla alınanda bunların tətbiq sahələri daha geniş olur. Bir də biz aldığımız birləşmələrdən müəyyən analizlərini aparırıq. Məsələn, reaksiyaların getməyini bayaq göstərdiyim reaksiyaların getmə mümkünlüyünü müəyyən etmək üçün onların termodinamik parametrlərini hesablayırıq. Gibbs entropiya və entropiya enerjilərini hesablayırıq. Eyni zamanda, məsələn, şilipə duzunun termoqravmatik analizini aparmışıq. 449 F310 cihazı vasitəsilə kütlənin temperaturdan asılılığıdır. Burada baş verən kütlə itkilərinə və temperatur dəyişikliyinə əsasən yerdə götürülən maddə ilə yerdə qalan maddə arasında müəyyən ciddi fərqlər olmursa, yəni biz deyirik ki, bu birləşmə həqiqətən də şilipə duzudur və ya hər hansı metal tiosibiyatdır. Və bu qrafikdən də görürük ki, götürülən maddə 55 mg-lı və kütlə itkisi çox cüzi olmuşdur. 16 mg ilk kütlə itkisidir, sonra isə 1,73 mg olur və birləşmənin şilipə duzu, yəni natrium tiosibiyat olduğunu termoqravmatik analiz vasitəsilə təsdiq edə bilərik. Bir də birləşmələrin, bu tiosibiyatların proseslərin başa çatma müddətinin temperaturunun asılılıq qrafiklərini qurmaq olar. Yəni ki, proses 10-12 dəqiqədə 293-303 Kelvin temperatur aralığında başa çatır. Yəni o deməkdir ki, apardığımız reaksiyanın müddəti və temperaturu bir-birinə uyğundur. Sonra birləşmələrin ərimə temperaturlarının, ərimə və qaynama temperaturlarının qrafiki verilmişdir. Mən istənilən birləşmə götürmüşəm. Məsəl üçün, argentin tiosibiyat birləşməsi 445 dərəcədə qaynama temperaturuna malikdir. Bundan əlavə, rentgen fazı analizi ilə birləşmənin stoixiyometriyaya uyğunluğunu təsdiqləyirik. Rentgen fazı analizi argentin tiosibiyat birləşməsinin rentgen fazı analizini götürmüşük ki, ilkin texniki emaldan əvvəl və texniki emaldan sonraki rentgen fazı analizləridir və burada pik nöqtələri vardır. Pik nöqtələrin qiymətlərinə əsasən deyir ki, aldığımız birləşmə argentin tiosibiyatdır. Lakin qrafikdə argentin tiosibiyat plus kükürt vardır. Bu o deməkdir ki, birləşmə müəyyən temperaturda, argentin tiosibiyat birləşməsinin termoqravmatik analizindən görünür ki, birləşməmiz 470 Kelvinə qədər davamlıdır və bundan sonra o müəyyən dəyişikliyə başlayır və kükürdün müəyyən miqdarı artıq qalır. Artıq qaldığı üçün argentin tiosibiyat plus kükürt şəklində qeyd edirik və birləşmələrin biz də element və enerji spektrini seçirik və bunlara əsasən deyirik ki, birləşmənin fərdiliyini təsdiqləyirik. Element analizini əsasən götürdüyümüz birləşmələrin müəyyən faizlərini Oxford cihazı verir bizə, pik nöqtələrini verir. Eyni zamanda skanezi elektron mikroskopla TM3000 cihazı vasitəsilə çəkmişik bu şəkili. Yəni mikroskopdan görünür ki, belə deyim, mikroskopunu element tərkibi və enerji dispersiv spektri və mikroskopu ilə birləşmənin fərdiliyini təsdiqləyə bilirik. Və
Sürmənin başda qeyd etdiyim kimi tətbiq sahələri çox genişdir. Əgər sürmənin tətbiq sahələrində üzvü mühitə sual və termal metodla reaksiyalar gedirsə və bu zaman nanohissəciklərin alınması daha çox olur. Nanohissəciklərin ölçüsü 350 nanometrdən yuxarı olanda aldığımız birləşmənin nanohissəcik olduğu təsdiqləndikdən sonra birləşmənin tətbiq sahəsi daha da genişlənir. Müasir dövrdə mikroelektrotexnikanın və mikroelektrotexnikanın geniş inkişafı nanohissəciklərin tətbiqi sahəsinə görülən işlərlə əlaqədardır. Və bugünkü sürmə, yəni 5-ci A qrup elementi olan sürmə haqqında məlumatda da qeyd elədim ki, sürmənin tətbiq sahəsi xüsusən də nanohissəciklərin alınması yönündə olduğu üçün nano sahədə daha geniş yayılmışdır. Lakin sürmənin ən böyük tətbiq sahəsi talentösbiatla və stibium-stibiatla olan birləşmələrində sənayedə çox geniş istifadə olunur. Çox sağ olun.